Kıymetli izleyiciler, bugün neredeyiz biz? Çok kıymetli bir büyüğüm, gülen yüzüm. Bugün Almaz Hanım'la birlikteyiz, Ankara'dayız. Kendisi Azerbaycan'da yaşıyor ve buraya ara ara geldiği zaman biz de ilminden, sevgisinden, bilgisinden faydalanmak için ara ara görüşüyoruz. Bugün de kısa bir süre için kendisini burada yakaladık. Merhabalar, hoş geldiniz. Sizi tanıyabilir miyiz lütfen? Hoş gördük. Teşekkür ederim. Amma mən düşünürəm ki, artıq mən özümü izləyicilərə və oxuculara tanıtdırmamağa gərək görmürəm. Çünki artıq 10 ildən artıqdır ki, Dünya Jurnalistlər Birliyi məhz Ankara'da fəaliyyət göstərir və mütəmadi olaraq, yəni Azərbaycanı Türkiye'de temsil edən Dünya Jurnalistlər Birliyinin həyata keçirdiyi projelerde, həyata keçirdiyi tədbirlərdə, toplantılarda bacardığım qədər iştirak etməyə çalışıram. Və mənə elə gəlir ki, artıq Ankara'nın az da olsa yəni media üzü və bizim başkanlarımız tərəfindən, bir çox başkanlarımız tərəfindən tanınıram. Almaz İlahə Əhmədova bir marka oldu. Bunu herkes biliyor ama yani tamamen yazar, dünyanın tanıyabilmesi için tabii ki sizlerle buluşturmam gerekiyor. Teşekkür ederim. Bu isimle tanındım ben. Yani kalemimle, dürüst sözümle, düşüncelerimi bildiyim kimi, gördüyüm kimi çatdırmağımla tanındım mən deyərdim. Çünki siz bilirsiniz ki, media elə bir sahədir ki, bugün düzgün informasiya, düzgün xəbər hər zaman yəni izləyicilər tərəfindən axtarılır. Axtarılır ona görə ki, bəzən hətta son zamanlar biz aynı zamanda söhbətimiz əsnasında da deyirik ki, hansısa bir xəbəri oxurkən deyirik, görəsən bu xəbər doğrudurmu? Bir sual yaranır. Bu sual nədən yaranır? Demək ki, insanlarda artıq mediaya güvən itmiş. Doğru xəbəri hər zaman axtarılır. İnsanlar tərəfindən, camiyə tərəfindən düzgün xəbər anlayışı artıq bizim cəmiyyətimizdə azalıb. Güvenilmir. Güvənilmir. Onun içində yəni beni tanıyanlar, çevrəmdə olan arkadaşlarım, media nümayəndələri və eyni zamanda yazar dostlarımız və bu illər ərzində olan xidmətimizdən də görürlər ki, mən yazaramsa düzün yazaram, söylərəmsə də yenə də düzün söylərəm. Kaleminizin doğruluğu, dürüstlüğü ve tarafsız bir gazeteciliğinizi tabii ki gazete camiasının, hatta dünyanın tamamı biliyor bu konuda. Ayrıca Almaz Hanım'ın kitapları, şiirleri de çok ünlüdür ve bu noktada da örnek aldığım bir şahsiyettir kendisi. Biliyorsunuz ben de hani gazeteye yeni başladım. Tabii ki duayenimiz Almaz Hanım gibi olamaz ama bizim bir uhdemiz vardı kitap yazımı, basımı konusunda. Kendisi de beni bu konuda çok desteklemiştir ve yolundan gitmeye çalışıyorum. Sizlere de kitaplarını tavsiye ediyorum. Yeni bir hayata gelecek olan bir kitabımız var diye biliyorum. Bu konuda ne söylemek istersiniz? Yaradıcılığıma qalanda açıq etiraf edeyim ki, çox təəssüflər olsun ki, uzun illər Türkiyədə olmağıma rağmen mən Türk dilində, yəni Türkçə oxuna biləcək kitab dərc etməmişəm. Amma artıq qərar vermişəm ki, bir neçə kitabım artıq Türk dilinə tərcümə olunub və üzərində çalışılır. İnşallah ki, Ankara'da da Allah nəsib edərsə bir imza törəni, bir imza günü, bir gün təşkil edərik Allahın izni ilə və qələmimizin yəni oxucularımızın anlayacağı bir şəkildə onlara təqdim edərik. Amma mən eyni zamanda Türkçə dedikdə mən bir şey vurğulamaq istərdim.
Yani bugün bizim Azərbaycan dilində dediyimiz, yəni türklərin mən həmişə Azərbaycanı coğrafi bir məkan kimi, yəni bildirirəm. Yəni bunu tarix də göstərir ki, illərlə gələn tarixi faktorlar da onu göstərir ki, türklərin parçalanması üçün olan bir siyasi addımların qurbanıdır bu gün türklər. Yəni bugün Özbəkistan, Qazaxıstan, Türkmənistan, bilməm Azərbaycan, Qırğızistan, yəni yenə də saya bilərəm. Bunların verilən adların hər biri coğrafi adlardır. Yəni biz hər birimizin soyu türk soyudur. Biz tək millətiz. Və bugün bizim bəzən danışıq tərzində söylənilir ki, Azərbaycan dili, bugün bizim konuşduğumuz dil var ya, bizim konuşduğumuz Azərbaycan dili dediyimiz, danışdığımız sözlər əsl öz türkçədir. Yəni köhnə Osmanlı və əski türkçəsidir. Və mən bugün burada, yəni sizin efirinizdə türkçəndə danışa bilərdim. Yəni siz artıq bilirsiniz ki, mən türkçəyi də, yəni elə də belə deyək də bilmirəm, yəni yetərincə bilirəm. Amma mən çox istəyirəm ki, bizim yəni bugün izi itirilməkdə olan, Türkiyədə izi itirilməkdə olan, yəni bu dil, bu sözlər, bu ədəbi kəlamlar itməməsi üçün Azərbaycan dediyimiz Azərbaycan dilində əski türkçənin itməməsi üçün məhz proqramı da bu şəkildə danışmaq istədim və mən hətta aynı zamanda bu Ölkə Postası qəzetinin redaksiyasına da belə bir təklifdə bulunmaq istəyirəm. İnşallah ki, mənim həmkarlarım və Posta qəzetinin rəhbərliyi də bunu nəzərə alar. Mən çox istərdim ki, sizin qəzetinizdə köşə bir yazı və yaxud hansısa bir yazı hər dəfə Azərbaycan dilində yazılsın və bu həm bizim əski dilin, yəni türkçənin, əskisinin kaybolmaması üçün çox gözəl bir addım olardı və mənə elə gəlir ki, elə bu addımı da ilk Ölkə Postası həyata keçirdərdi. Çünki mən bugün arkadaşlarla və yaxud dostlarımızla görüşərkən, hətta elə bir dostlarımız deyir ki, Elmas xanım, biliyor musunuz, mən Azərbaycan dilində danışıram onlarla. Onlar deyir ki, biliyor musunuz, deyir, mənim deyir, baba annem və yaxud anne annem məhz sizin bu danışdığınız bu sözləri istifadə edirdi. Mən deyir, bunların hepsini duymuşam anne annemdən və yaxud baba annemdən. Bu onu göstərir ki, demək ki, bizim ulularımız, nənələrimiz, yəni böyüklərimiz bu dili çox gözəl bilmiş. Amma çox təəssüf ki, bugün həmin dil bizim gənc nəslə gəlib çatdırılmır. Və bu gənc nəsil bu zəngin dili kaybetməməsi üçün, itirməməsi üçün Ölkə Postasında bir Azərbaycan sayfası, Azərbaycana bir yer verilsin və aynı zamanda onu da qeyd edeyim ki, Dünya Jurnalistlər Birliyində hər zaman Türkiyənin və aynı zamanda sizin və Türkiyədən bir çox yazarlarımızın yazıları mütəmadi dərc olunur və işıqlanır. Məhz Azərbaycanın da o yazıları qəzetə tökülərsə, mənə elə gəlir ki, bu gənc nəslimiz üçün çox gözəl bir addım olar və onların bu ədəbiyyatlarını, belə deyək, Azərbaycan dediyimiz Türk ədəbiyyatının kaybolan o sözlərinin geri dönüşünə imkan yaratmış olar Ölkə Postası. Tamam, bunun sözünü bugün alıyoruz o zaman. Yarın köşenize bekliyoruz. Olur, problem deyil yəni mənim üçün. Mən çox istərəm aynı zamanda onu da qeyd edeyim. 2016-cı ildə, düz 10 il bundan öncə Azərbaycanda aprel döyüşləri oldu, Qarabağ savaşları zamanı və ilk mən Türkiyədə, Türk mediasında
istədiyim həmkarlarımdan o oldu ki, Azərbaycanda olan şəhidlərin tanınılmasıyla ilgili mən addımlar atdım və təşəkkür eləyirəm ki, və həmin səsimə də səs verildi və bir çox, hətta mən deyərdim, ən çox Yalova komda bizim yazılarımız daha çox şəhidlərimiz haqqında işıqlandı. O zamanlar 2016-cı yıldan konuşuyorum ben. O zamanlar biz şehit annelerini ben hep o yazılarla çok sevindirirdim ki, yani onları az da olsa ürəklərinə təskinlik geliyordu ki, bilirsiniz neyle bağlı? Yani benim evladım vətən yolunda şəhid oldu. Bunu tek Azərbaycan değil, Türk dünyası tanıdı. Şəhidlərimin tanıdılması için attığım addımda mən yenə də ölkə postasında məmnuniyyətlə şəhidlərimiz haqqında, qəhrəman Türk qadınları haqqında yazılar verməyə hazıram. İnşallah ki, əməkdaşlığımız da devam eder. İnşallah, onur duyarız başkanım. Sizler de biliyorsunuz ki ben yaklaşık 2 sene boyunca Almaz Hanım'ın Kadın Kolları Genel Başkanıydım. Ben Ankara'daydım, kendisi Azerbaycan'da ama Can Azerbaycan'da bizde bir gönül bağı oluştuğu için kendisini hem başkanımız olarak görüyoruz, hem kadın lider olarak görüyoruz. Kadınlara vermiş olduğu hizmetlerden dolayı kendimizi artık idolleştirmiş durumdayız. Çünkü birçok kadın artık Türkiye'de sizi çok rahatlıkla tanıyor. Şehitler üzerindeki sizin görüşlerinizi biz yol izi bildik. Bu nedenle de hep şehitlerimiz üzerine etkinlikler yapmaya çalıştık. Yarın 15 Temmuz başkanım. Yani bu 15 Temmuz'da sizin izlenimleriniz nelerdir? Yani herkesin bir hikayesi oldu 15 Temmuz'da. Sizin hisleriniz ne oldu bu yönde? Bu haqda nə deyə bilərəm? İnanın, məhz 15 Temmuz günü mən Türkiyədəydim, İstanbuldaydım. O hadisələrin də canlı şahidlərindən biri oldum. Demək, ben bizim Azərbaycanın çox möhtərəm, ziyalı Zərifə xanımla birlikdə İstanbul'a yeni çatdıq. Otelə yeni yerləşmişdik ki, bu haberlə karşılaşdıq. Yəni tankların səsi, güllələrin səsi birebir yaşadınız yani. Birebir yaşadık. Hatta birkaç gün o meydanlarda iştirak ettim ben de. Yani canlı şahidlerinden biri de ben oldum. Çok yani kalp ağrıdıcı bir məqamların şahidi olduq. Ve orada yaşından asılı olmayaraq, yani o meydanlara üst tutan anneler, babalar, 7'den 70'e bütün insanların o meydanlara bayraqlarla Cumhurbaşkanının müraciətindən sonra axışmasının canlı şahidlərindən biri də mən oldum və mən də həmin gün, hətta indiki kimi hatırlayıram, biz oteldəyiz, bayraq bulamıyorum. Yəni bayraq axtarıram, bayraq tapa bilmirəm ki, meydana mən də əlimdə bayraqla gideyim. Yani hatta otelden çıkarken resepsiyonda böyle küçük bir bayrak koymuşlar resepsiyona. İndiki kimi hatırlayıram. Ben dedim, olur mu ben bu bayrağı birkaç saatlik sizden ödül alayım. Sonra geri dönerken getirip təqdim ederim. Resepsiyondaki dedi, evet, yok, resepsiyondaki böyle Elmas hanım dedi, bu burada olması gerekir. Dedim, Cumhurbaşkanı meydanlara davet etti, yani Türk halkını. Ben Cumhurbaşkanımıza, evet, ben orada olmak isterim ama herkesi görüyorum ya, küçələrdən insanlar axışır, herkesin elinde bayraklar. Ama ben burada evimde derim, ben evimde olsaydım, benim evimde Türkiye'nin kaç bayrağı var. Ama rica edirəm, bu saatdə də hiçbir yerden bulamam. Neyse, sağ olsun verdi ve dedim, biz zaten oteldeyiz, ben geri dönerken getirip veririm. Ve ben o bayraqla, bilmirəm, gece saat kaça kimi o meydanlarda oldum. İndiki kimi hatırlamıyorum, yani belki de səhərə yaxın idi. İnsanlar hiç meydanlardan boşalmırdı. Yani bilirsiniz, bu bir xalqın Cumhurbaşkanına olan sevgisiydi. Bir sözüyle, bir sözüyle bütün aileler
yaşından asılı olmayaraq anneler qucaqlarında körpə bebəkləri ilə, biliyor musunuz bu nə deməkdir? Yəni mən əlbəttə ki şəhidlərimiz üçün çox üzülüyorum və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Aynı zamanda ailələrinə səbir diləyirəm. En güzel mertebesi o. En vatandaş büyük için. mertebeleridir ama bununla yanaşı mən bir xalqın, bir millətin, bir dövlət başçısına olan sayğısını, sevgisini bir daha 15 Temmuz'da şahidi oldum. Yəni düşünmədən Cumhurbaşkanının müraciəti ilə hər kəs dışarıya fırladı. Yəni mən bunu ilk öncə saatlərlə biz terasdan izlədik. Sonra yok ben kalamam dedim. Ben de orada olmam gerekir. Halk o kadar bir bütün oldu ki yani hikayeleri çoğu zaman röportajlarımda ben dikkatlice yazıyorum biliyorsunuz. Bir bakıyorum diyor elinde bira şişesiyle diyor ayakta duramayan insanlar yani sarhoş dediğimiz insanlar onun bilincindeler vatan elden gidiyor. Elinde bira şişesiyle alkolle geliyor. Kucağına diyor bebeğini almış gelmiş, sırtına bebeğini sarmış gelmiş. Evet, koca evet. neneler, ebelerimiz bastonlarıyla geliyorlar. Hatta şöyle bir hikayemiz oldu başkanım bizim evde müsaadenizle ben anlatmak Buyurun. isterim. Annem duymaz haberlerde eline terliği aldı ama nasıl koşuyor annem? Cumhurbaşkanı diyor beni çağırdı diyor, beni çağırdı diyor. Ben gideceğim diyor, gitmek zorundayım. Hatta diyor Cumhurbaşkanını arayın bulun kızım diyor senin elin diyor her yere uzanır diyor. Cumhurbaşkanını bul bana diyor getireyim ben burada saklayayım diyor. Kimse diyor burada olduğunu bilmez diyor. Onu burada bulamayacakları için diyor başı olmayanın diyor affedersin sonu olmaz diyor. Bu devletin bir başı olacak ki diyor sonu da olsun Ay diyor canım anne. benim Allah rahmet Bakın eylesin ilkokul annemize mezunu de. Osmanlı bir kadının düşüncesini görüyor musunuz? Böyle Türk kadınları yetiştirdiği çocuklarla bu ülke bu kadar birbirine vatan sevgisini aşılayabildi. Evet. Türk aile yapısı, Türk kadını gerçekten tarih yazdı. 15 Temmuz'u da bence önce kadınlarımız yazdı. Allah şehitlerimize rahmet eylesin deyiləcək söz. Ben aynı zamanda 15 Temmuz'dan sonra 2020. yılda bilirsiniz ki Azerbaycan'da Qarabağ savaşlarını bizim de Cumhurbaşkanının bir tane müraciətiyle bütün Azerbaycan xalqı bir araya geldi ve bir yumruq kimi birleşti. Aynı zamanda onu da qeyd edeyim ki ve bir tarixdə biz yenə də Türkiyəmizlə birlikte yazdık. Doğru. Çünkü Doğru. 2020. yıl yani 27 sentyabr tarixi Azərbaycanda Cumhurbaşkanının səfərbərliyi ilə Azərbaycanın prezidenti İlham Əliyevin yəni bir səfərbərlik əmri ilə bütün bizim gənclərimiz hətta yəni artıq askeri xidmətə yaşı tutmayanlar küçükdən böyükə kimi hər kəs yəni Azərbaycanın hərbi səfərbərliklərinin qarşısında oldu və vətənə xidməti üçün birləşdilər. Mən bu iki devlətin hər ikisinin xalqının ayağa qalxmasının canlı şahidi olmasından da qürur duyuram. Çünki 15 Temmuz'da mən məhz İstanbul'da olmağım, Ankara'da olmam, bunların canlı şahidi olmam ve aynı zamanda Azerbaycan'da bunun canlı şahidi olmak demek ki aynı zamanda belki de bazen düşünürəm ki mən bir Türk xanımı olarak belki de en xoşbəxt insanam ki bu tarixi günləri kendim canlı yaşamışam. Və şahid olmuşam, bəli. Çünki bu mənim eyni zamanda qələmimdə də, yazılarımda da öz əksini tapır, onu da qeyd edeyim. Kıymetli izleyicilerimiz, Almaz Hanım 3 yıldır Türkiye'deler ve Türkiye'de Türkiye'yi ve Azerbaycan'ı çok büyük bir mecrada kendisi temsil etmekteler. Şu an için Ankara'da ve yarın nerede olacaksınız bilmiyorum ama
Yani 81 ilde gezerek yine gazetecilik mesleğini devam ettiriyor. Yine başkanımız olarak da bu alanda kadınlarımıza destek veriyor. Eğer ki siz kendisine ulaşmak isterseniz sizi nerede bulabilirler başkanım? Türkiye'de bulmak isteseler, aynı zamanda ben onu da qeyd etmək istəyərəm ki, siz bilirsiniz ki, mən gazetecilikdən də əlavə eyni zamanda İbrahim Köçtərə, Çanakkale AK Parti'dən Çanakkale Milletvekili İbrahim Köçtərə ilə uzun müddət, yəni nərdəsə bir 18-20 yıl öncesine Azərbaycanda tanışdıq və Azərbaycanda tanıdığımız müddətdən sonra da Türkiyə və Azərbaycana hər bir gəlişimizdə arkadaşlığımız, dostluğumuz devam etdi. Sonra bir işbirliyinə başladıq. Aynı zamanda bugün İbrahim Bey'in işlərində də ona yardımcı olmağa çalışıram. İnşallah ki bir ayağınız Azerbaycan'da, bir ayağınız evet, Türkiye'de. Dolayısıyla iki devlet bir millet diyoruz ya, en güzel örneğini Almaz Hanım'da görüyoruz zaten. Ama aynı zamanda onu da qeyd etmək istərdim ki, ben 2017. ildə Türkiye Büyük Milli Meclisi'nde olarken bu şehit annelerinin sesi olarak Evet. yani konuşmuştum. Demek ki yine de Türkiye Milli Meclisi'nin bir nümayəndəsiyle birlikte adım atmak da kısmetimizde var imiş. Çok teşekkür ederiz. Peki son olarak söylemek istediğiniz bir şey var mı? Yani gönül ister ki sohbetiniz çok güzel, devam edelim ama son olarak izleyicilerimize, Türk kadınlarına söylemek istediğiniz bir şey var mı acaba? Türk kadınlara dediniz ya, ben ilk növbədə bunu demək istərdim. Yəni biz Türk kadını, ben televizyon programlarından da, haberlerden de, aynı zamanda sosyal medya hesablarından da, yani Türk kadınlarının ilk növbədə onu qeyd edeyim. Yəni biz bir Türk kadını olarak, Türk annesi olarak, Türk eşi olarak, yani biz həqiqətən də tarixə imza atan cəsur qadınlarıq. DNA'sı keşfedilemeyen kadınlar. Evet, Hala uğraşıyorlar. evet. Ama onu da qeyd edeyim ki, çox təəssüflər olsun ki, yəni dünyada da bu belədir, amma Türkiyədə qadınların qorunması üçün devlət tərəfindən hər bir addım atılmasına baxmayaraq, eşləri tərəfindən öldürülen kadınlarımız az değil. Ve aynı zamanda onu da qeyd etmek isterdim ki, ben kadınların hep bir arada olmasının tərəfdarı olan bir insanım. Kadınların anne olarak, abla olarak, kardeş olarak birbirine sarılarak birbirlerinin yarasını sarmasını isterdim. Qadın çox böyük qüvvədir. Bəzən biz misallarda karşılaşırıq, yani yazılarda dünyanı gözəllik xilas edəcək. Aslında kalanda ben hiçbir zaman o deyimlə razılaşmamışam. Dünyanı qadınlar, anneler xilas edə bilər. Qadınlar mərhəməti ilə, sevgisi ilə, məhəbbəti ilə, sülh sevərliyi ilə, sülhsevərliyi dünyamızı xilas edə bilər. Yalnız və yalnız qadınlarımıza uğurlar, sağlıqlı ömür və aynı zamanda bir-birlərinin əllərini bərk tutmasını arzu edirəm. Bu kadar. Kadın birliği çok kıymetli ve çok önemli. Ayrıca bir söz var, bugün de kendim bizzat okudum. Kadınları sevgi güzelleştirir diyor. Siz kadınları sever, saygı duyar, gerçekten hani onuruna dokunmazsanız o kadın size çiçek açar, o kadın size yuva yapar. Kucağı açar, yuva açar. Yuva. Evet, çok güzel. Size aynı zamanda Ölkə Postası gazetesinin rəhbərliyinə, kollektivinə, işlərinizdə uğurlar arzu eləyirəm, nailiyyətlər arzu eləyirəm. Qələminiz iti olsun, səsiniz dünyaya yayılsın. Necə ki, Ölkə Postasının da bir çox yazıları bizim Dünya Mühabirlər Birliyində, Dünya Jurnalistlər Birliyi, yəni Azərbaycanda da işıqlanır. Arzu eləyirəm ki, səsiniz dünyaya fəth etsin. İnşallah ki, yenə görüşmek ümidiyle. Her birinize teşekkürümü bildiririm. Bana zaman ayırdığınız için. Sağ olun. Sizin kaleminizde artık Ülke Postası'nda ışık saçacak inşallah. Teşekkür ederiz. Sağ olun.